Şeyx İbn Hüseymin rahimahullahdan soruşurlar ki, Muhammed sallallahu aleyhi və səlləmdən hansısa bir müəyyən zikir gəlibmi? İstər imam üçün, istərsə də xutbə verən üçün, həmin iki xutbə arasında oturulan zaman. Şeyx cavab verir, deyir ki, bu barədə müəyyən, təxsis olunmuş, ayrılmış, nə Muhammed sallallahu aleyhi ve sellemdən, nə də sahabələrdən bir dənə də olsun bizə heç bir dəlil gəlməmişdir. Lakin həmin yerdə qardaşlar Şeyx İbn Hüseymin rahimehullah deyir ki, insan istədiyi kimi dua edə bilər və istədiyini Allahdan istəyə bilər. Çünki həmin vaxt icabət vaxtıdır, duanın qəbul olma vaxtındandır. Çünki Muhammed sallallahu aleyhi və səlləm deyir ki, cümə günündə elə bir saat, elə bir vaxt vardır ki, hər hansısa bir müsəlman həmin vaxtda müvafiq olarsa, həmin zaman namaz qılarsa, Allahdan istədiyi hər hansız bir şey olursa olsun, Allah Əzza və Cəllə ona bunu verər.